Bizim bugün sizlərlə keçəcəyimiz mövzu olacaq Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi. Deməli, mənəvi inkişaf nədir və insanlarda mənəvi inkişaf, mənəvi dəyərlər necə formalaşır? Bax, illərdir ki, insanlarda mənəvi dəyərlərin necə formalaşması haqqında müxtəlif fərziyyələr, araşdırmalar ortaya qoyulmuşdu. Yəni, bəzi din xadimləri, alimlər insanlarda mənəvi dəyərlərin nəyə əsasən formalaşdırması haqqında müxtəlif araşdırmalar aparmışdılar. Və Kohlbergə qədər behavioristlər və psixoanalistlər belə hesab edirdilər ki, mənəvi dəyərlər insanın yaşadığı mühitdən, təbiətdən, sosial, yəni istər bu insanın yaşadığı ailə mühiti olsun, istər ətrafı olsun, yəni deyir insanın yaşadığı mühitə asılı olaraq insanlarda mənəvi dəyərlər bir vərdiş şəklində formalaşır. Deməli, Kohlbergdən əvvəl araşdırma aparan, yəni insanın mənəvi dəyərlərini araşdıran alimlər, behavioristlər belə bir fikir irəli sürürdülər ki, insanlarda mənəvi dəyərlər nəyə əsasən formalaşır? İnsanın yaşadığı mühitə, ailəsindən, təbiətindən, sosial çevrəsindən asılı olaraq insanlarda mənəvi dəyərlər vərdiş şəklində formalaşır. Deməli, Kohlberg də insanlarda mənəvi inkişafın necə formalaşması haqqında araşdırma aparan alimlərdən biridir. Və Kohlbergin araşdırması fərqlidir. Yəni belə deyək, Kohlbergin apardığı araşdırmaların cavabı əvvəlki araşdırmaların cavabından fərqlənir. Yəni Kohlberg öz araşdırmalarına əsasən belə bir fikir irəli sürürdü ki, yox, insanlarda mənəvi dəyərlərin formalaşması insanın idraki inkişafı ilə sıx bağlıdır. Məsəl üçün, bax, əvvəlki nə deyirik? Deyirik, alimlər öz araşdırmalarına əsasən belə bir fikir irəli sürürlər ki, insanlarda mənəvi dəyərlərin formalaşması ailədən, çevrədən, sosial mühitdən asılıdır. Ancaq Kohlberg nə deyir? Deyir, yox, insanlarda mənəvi dəyərlərin formalaşması insanın idraki ilə sıx bağlıdır. Yəni, idraki də bir insan analiz eləyə bilirsə, təhlil eləyə bilirsə, düşünə bilirsə, demək ki, bax, bu mənəvi dəyərlər bu idraki proseslərlə sıx bağlıdır. Deməli, Kohlberg Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsi ilə tanış olur və həmin zehni inkişafın, zehni inkişaf nəzəriyyəsini yadımıza salağın, yəni Kohlberg öz mənəvi inkişafın nəzəriyyəsini zehni inkişafın mərhələləri nəzəriyyəsinə əsasən müəyyənləşdirib. Yəni həmin nəzəriyyəyə əsasən deməli Kohlberg bax bu fikirləri ortaya deməli qoyubdu. Mənəvi inkişafın səviyyələri və mərhələləri hansılardır? Deməli, Kohlberg insanın mənəvi inkişafını 3 səviyyəyə bölür və hər səviyyədə 2 mərhələdən ibarətdir. Deməli, Kohlberg insanın mənəvi inkişafını 3 səviyyəyə bölür və hər səviyyənin də 2 mərhələdən ibarət olduğu fikrini irəli sürür. Deməli, birinci səviyyə hansı səviyyədir? Prekonvensial səviyyədir. İkinci deməli, konvensial səviyyə, üçüncü postkonvensial səviyyə. Deməli, dedik ki, birinci səviyyə prekonvensial səviyyədir və bu səviyyə 2 mərhələdən ibarətdir. İtaət və cəza, individualizm. Konvensial səviyyə də 2 mərhələdən ibarətdir. Qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Postkonvensional səviyyə, bu da 2 mərhələdən ibarətdir. Sosial müqavilə və universal etik prinsipi. Deməli, Kohlberg dedik ki, mənəvi inkişafı 3 səviyyəyə bölür və hər səviyyə də dedik 2 mərhələdən ibarətdir. Hər səviyyənin özünə məxsus deməli davranışı var. Deməli, burada hər səviyyənin özünə məxsus davranışı var. Məsəl üçün, hər hansı bir səviyyədə olan insan üçün müəyyən davranış doğru olduğu halda, digər səviyyədə olan insan üçün həmin davranış yanlış hesab ediləcək. Bax, məsəl üçün, belə deyək də, itaət və cəza. Bax, itaət və cəza səviyyəsində olan şagird üçün digər səviyyədə olan şagirdin davranışı, hərəkətləri normal gəlməyəcək. Yəni, həmin davranışı yanlış hesab edəcək. Məsəl üçün, bax, universal etik prinsipi mərhələsində, səviyyəsində olan bir şagird üçün, bir şəxsiyyət üçün digər bir mərhələdə olan insanın fikri yanlış gələcək. Yəni, fikirləşəcək ki, yox, bax, bu yanlış fikirləşir. Yəni, belə deyək də, insan hansı mərhələdədirsə, həmin mərhələyə uyğun olaraq insanda mənəvi dəyərlər formalaşır. Deməli, nə dedik? Dedik ki, deməli, məsəl üçün, hər hansı bir səviyyədə olan insan üçün müəyyən davranış doğru olduğu halda, digər səviyyədə olan insan üçün həmin davranış yanlış hesab edilir. Deməli, indi baxırıq, bax, bu səviyyələrə baxırıq, görək. Dedik ki, hər səviyyənin özünə məxsus xüsusiyyətləri var. Deməli, birinci səviyyə olacaq prekonvensial səviyyə.
Bu səviyyə nə dedik? Dedik 2 mərhələdən ibarətdir. İtaət və cəza və individualizm mərhələsindən ibarətdir. Bu mərhələdə uşaqların mənəvi inkişafı formalaşmır. Yəni bu ilkin mərhələdir də. Yəni mənəvi inkişafın ilkin mərhələsidir. Bu mərhələdə uşaqlarda mənəvi inkişaf formalaşmır və həmçinin uşaq yaşlarında müşahidə olunur. Yəni bu səviyyə, bu mərhələ uşaq yaşlarında müşahidə olunur. Birinci olacaq hansı səviyyə? İtaət və cəza. Bax, Kolbergə görə bu mərhələdə olan uşaqlar qaydaları dəyişmir. Bütün qaydaları qoyulan heç bir qaydanı dəyişmir və qaydaları şərtsiz qəbul edirlər. Düşünürlər ki, qaydalara əməl etmək vacibdir. Çünki onlar bilir ki, qaydalara əməl etməsələr cəzalana bilərlər. Və cəzalanmamaq üçün də qərarlarını, hər hansı bir qərar verəndə qərarlarını qaydalara uyğun əsasən verirlər. Yəni çalışırlar ki, qoyulan heç bir qaydanı pozmasınlar. İtaət və cəza ilə adından məlumdur da. Yəni uşaqlar, bu mərhələdə olan uşaqlar qoyulan qaydalara, qanunlara itaət edirlər. Və nə üçün itaət edirlər? Cəzalana bilərlər. Cəzalanmamaq üçün. Görürsüz, deyir, mərhələnin adına baxın, itaət və cəza. Yəni itaət edirlər ki, cəzalanmasınlar. Əgər bu mərhələdə olan deməli uşaqlar bilir ki, qoyulan qaydalara əməl etməsələr, əlbəttə ki, müxtəlif cəza ala bilərlər. Ona görə də qoyulan qaydaları şərtsiz qəbul edirlər və hər hansı bir qərar verəndə də qərarlarını qaydalara uyğun verirlər. Məsəl üçün, indi bir nümunə çəkək. Məsəl üçün, məktəbdə bu mərhələdə olan uşaq görür ki, məktəbin həyətində hər hansı bir 2 şagird dalaşır. O 2 şagirdin dalaşdığını görür. O şagirdlərdən biri həmin şagirdin, yəni bu uşaqların dalaşma prosesini izləyən şagirddən söhbət gedir də. Dalaşan şagirdlərdən biri həmin şagirdin dostu belə olsa, dalaşan uşaqlara, şagirdlərə yaxınlaşmır. Yaxınlaşmır və belə deyək də, nə üçün yaxınlaşmır? Çünki o fikirləşir ki, məktəbdə dalaşmaq olmaz qaydası qoyulubdur. Yəni bu qaydanı ana valideyn də qoya bilər, məktəbdə müəllim də belə bir qayda qoya bilər ki, təhlükəsizliyə əməl etmək lazımdır, məktəbdə dalaşmaq olmaz. Şagird üçün əgər belə bir qayda qoyulubsa, o deməli nə edəcək? Həmin dalaşan şagirdlərin yanına yaxınlaşmayacaq. Nə davaya qoşulmayacaq, nə də ki, onları ayırmağa çalışmayacaq. Çünki artıq deyir ki, o fikirləşir ki, qayda qoyulubdur. Qayda odur ki, məktəbdə dalaşmaq olmaz. Bir də mən də gedərəm, dalaşaram, mən də həmin davaya qarışaram və mən cəza ala bilərəm. Cəzanı valideyn tərəfindən də ala bilər və yaxud da ki, məktəbdə müəllim tərəfindən də ala bilər. Deməli, burada göründüyü kimi bu mərhələdə olan uşaqlar nə dedik? Dedik ki, qaydalara şərtsiz olaraq riayət edirlər. Çünki cəzalanacaqlarından qorxduqları üçün, deməli, qoyulan qaydalara şərtsiz olaraq deməli əməl edirlər. İkinci mərhələ olacaq individualizm mərhələsi. Bu mərhələdə olan şəxslər hadisələri öz mövqeyindən çıxış edərək mühakimə edirlər. Bax, individualizm nə deməkdir də? Yəni içində sözündən yadımızda saxlayarıq. Bu mərhələdə olan şəxslər hadisələri öz mövqeyindən çıxış edərək mühakimə edir. Yəni ona nə sərf edir? Ona nə sərf edir, nəyi necə görmək istəyir, ona nə sərf edirsə, nəyi necə görmək istəyirsə, elə görür. Belə deyək də, özünə nə sərf eləyir, o istiqamətdə hərəkət edir. Məsəl üçün, yenə bayaqki nümunə üzərində fikrimizi ümumiləşdirək. Məsəl üçün, şagird dostunun digər insanlarla dalaşdığını görür. Görür ki, dostu digər şagirdlərlə dalaşır. Şagird artıq burada dostunu müdafiə edir və dostunu müdafiə edir. Dostu olduğu üçün müdafiə edir. Deyir, mən dostumu, qoy bu dəfə mən dostumu müdafiə edim, dostuma köməklik göstərim. Növbəti dəfə mənim də dostuma ehtiyacım olar. Birdən mən də kiminləsə dalaşaram, mənim də dostumun köməyinə ehtiyacı olar. Və onu fikirləşərək, deyirik, uzaqgörənlik. Burada bir uzaqgörənlik eləyərək, öz gələcəyini fikirləşərək, deməli, gedir dostuna kömək göstərir. Amma bu mərhələdə, yəni individualizm mərhələsində olan şagird dostunu yox, başqa bir şagirdi dalaşdığını görsə, o çox da onun üçün maraqlı deyil, getsin onları ayrılsın. Amma öz dostudursa, sevdiyi adamdırsa, özünə sərf eləyirsə, özünün bir məqsədi varsa, müxtəlif məqsəd güdürsə, o zaman gedər deməli nə edər? Gedər onda belə deyək də, həmin davanı deməli dalaşan şagirdləri bir-birindən ayırar. Yəni özünə nə sərf eləyir, o istiqamətdə hərəkət göstərir.
Deməli, konvensial səviyyəyə keçməmişdən əvvəl fikrimizi müəllimlər bir daha ümumiləşdirəyin. Dedik ki, nə dedik? Dedik ki, Kolberqə qədər bəzi alimlər deməli müxtəlif təcrübələr aparmışdılar və öz təcrübələrinə əsasən nə deyirdilər? Deyirdilər ki, insanın deməli mənəvi keyfiyyətləri nəyə əsasən formalaşır? İnsanın mənəvi keyfiyyətləri ailə mühitinə əsasən, sosial mühitə əsasən vərdiş şəklində formalaşır. Kolberq isə nə dedi? Dedi, yox, insanlarda mənəvi dəyərlərin formalaşması idrakla bağlıdır. İdrakin inkişafı ilə sıx bağlıdır. Və Kolberq mənəvi inkişaf nəzəriyyəsini hansı nəzəriyyəyə əsasən irəli sürmüşdü? Piagenin deməli zehni inkişaf mərhələsinə əsasən, yəni həmin mərhələ ilə, yəni Piagenin zehni inkişaf mərhələsi ilə tanış olur və bu nəzəriyyə ilə tanış olduqdan sonra deməli Kolberq mənəvi inkişaf nəzəriyyəsini irəli sürür və Kolberqin fikri araşdırması nədir? İnsanlarda mənəvi dəyərlərin formalaşması hər bir insanın idraki ilə sıx bağlıdır. İdraki prosesləri ilə sıx bağlıdır. Yəni idraki proseslərimiz də nədir? Bir insanın idraki prosesləri nə olacaq? İnsanın anlaması, təhlil etməsi, düşünməsi, dəyərləndirməsi, analiz etməsi, ümumiləşdirməsi, bunlar hamısı idraki proseslərdir. Deməli, insanlarda gedən mənəvi inkişaf nə ilə bağlıdır? İnsanın idraki prosesləri ilə bağlıdır və Kolberq deməli mənəvi inkişafı insanda formalaşan mənəvi inkişafı 3 səviyyəyə bölür və hər səviyyə də dediyi 2 mərhələdən ibarətdir. Ümumilikdə belə deyək də 6 mərhələdən ibarətdir. Deməli, nə dedik? Dedik, birinci səviyyə prekonvensial səviyyədir. Bu səviyyədə 2 mərhələdən ibarətdir. İtaət və cəza, bir də deməli individualizm olacaq. İtaət və cəza mərhələsində olan şəxslər deməli qoyulan qaydanı, heç bir qaydanı pozmurlar və nə üçün pozmurlar? Qaydanı qayda olduğu üçün pozmurlar. Onlar fikirləşir ki, biz qaydanı pozsaq cəzalana bilərik. Cəzadan qorxduqları üçün, danlaqdan qorxduqları üçün qoyulan qaydaları şərtsiz qəbul edirlər, pozmamağa çalışırlar. İndividualizm mərhələsində olan şəxslər isə onlar necə yanaşır? Onlar hadisələrə öz mövqeyindən çıxış hadisələri öz mövqeyindən çıxış edərək mühakimə edirlər. Yəni özlərinə nə sərf edirsə, o istiqamətdə hərəkət edirlər. Hər şeyin belə deyək də, hər şeyin başlanğıcında, mərkəzində özlərini görürlər. Deməli, ikinci səviyyə olacaq konvensial səviyyə. Bu da yenə 2 mərhələdən ibarətdir. Hansıdır bu mərhələlər? Qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Deməli, konvensial səviyyədə 2 mərhələdən ibarətdir. Hansı oldu? Qəbul olunma, səlahiyyət və sosial nizamı qorunma. Deməli, birinci mərhələ olacaq qəbul olunma. Bu mərhələdə olan deməli şagirdlər başqalarının fikrinə əsasən davranırlar. Yəni özlərini fikirləşmirlər. Hər hansı bir addım atanda, hər hansı bir işi yerinə yetirəndə başqalarının fikirlərinə əsasən yerinə yetirirlər. Nə olur olsun, mən başqalarına yaxşı görünüm. Qoy ətrafdakı insanlar məni yaxşı şagird kimi tanısın, yaxşı insan kimi tanısın. Səhv eləyəndə də belə nə üçün səhv etdiyini fikirləşmir. Deyir, mən bu səhvi elədim. Görəsən ətrafdakı insanlar mənim bu səhvimi necə qəbul elədilər? Və yaxud da ki, yaxşı bir iş gördü. Yenə yaxşı iş görəndə bunu özü üçün təhlil eləmir. Mən bu işi nə üçün elədim, niyə elədim? Özünü fikirləşmir. Ətrafdakıları fikirləşir. Görəsən mən bu işi gördüm. Mənim bu işim ətrafdakılara necə münasibət göstərdi? Mən ətrafdakıların ağlında, deməli, belə ətrafdakıların xəyalında necə bir şagirdəm, ağıllı şagirdəm, axmaq şagirdəm. Deməli, nə olur olsun, bu insanlar, bu mərhələdə olan şagirdlər ətrafdakı insanların fikrinə əsasən addım atırlar. Məsəl üçün, əgər bu mərhələdə olan şagird dostunun dalaşdığını görürsə, nə edir? Bu artıq bu dalaşma prosesinə deyək də, dalaşma prosesinə qarışmır. Niyə qarışmır? Deyir, mən birdən gedərəm, qarışaram, gedərəm bu 2 dalaşan uşağı ayıraram. Kimsə mənim də elə bilər ki, mən də dalaşıram. Və deyir, onda elə bilərlər mən də dalaşıram. Fikirləşərlər ki, mən dalaşqan uşağam, pis uşağam. Dalaşmır, qarışmır gedir. Bu davaya qarışmır, bunları ayırmır. Deyir, qoy hamı görsün ki, mən yaxşı şagirdəm. Mən heç kimdən dalaşmıram. Onlar nə olur olsun, məsəl üçün məktəbdə də qoyulan qaydaları pozmur. Niyə pozmur? Qorxduğu üçün yox. Deyir, birdən pozaram, müəllimin gözündə pis şagird olaram.
Məktəbdə məsəl üçün müəllim qayda qoyur ki, qayda və prosedurlara əməl etmək lazımdır, əməl eləyir. Nə üçün əməl eləyir? Qaydanı qayda olduğuna görə yox, əməl etmir. Deyir bu qaydalar əməl eləyim, qoy mən yaxşı şagird olum, digər sinif yoldaşlarımdan seçilim, fərqlənim, görsünlər ki, mən ağıllıyam, yaxşı şagirdəm. Belə, deməli, konvensial səviyyənin ikinci mərhələsi olacaq səlahiyyət və sosial nizamı qoruma. Elə bax, sosial nizamı qoruma adı üstündədir də. Yəni, bax, bu nə olacaq? Bu mərhələdə olan insanlar hadisələrə öz tərəfindən baxmır, öz baxışından baxmır. Onlar cəmiyyəti bütöv bir şəkildə görərək mühakimə yürüdürlər. Məsəl üçün, individualizm mərhələsində olan şagirdlər necə hadisələrə öz nöqteyi nəzərindən yanaşırdı. Amma sosial və səlahiyyət və sosial nizamı qoruma mərhələsində olan şagirdlər, insanlar hadisələrə öz nöqteyi nəzərindən baxmır. Onlar necə baxır hadisələrə? Cəmiyyəti bir bütöv şəkildə görərək mühakimə yürüdürlər. Yəni, onlar cəmiyyətdə qoyulan qaydaları hər şeydən vacib hesab edirlər. Qaydalar onlar üçün ən önəmli nədir? Qaydalardır. Yəni, bu qaydalar kiməsə sərf edir, etmir, onlar üçün maraqlı deyil. Məsəl üçün, elə qaydalar var ki, cəmiyyətdə həqiqətən də normal belə baxanda fikirləşirsən ki, bu qaydalar kimlərəsə uyğun gəlir, kiməsə uyğun gəlmir. Adam özündə bir təhlil eləyir də ki, qoyulan qaydalar deməli hamıya uyğun gəlməyə də bilər. Amma bu mərhələdə olan insanlar fikirləşir ki, qaydalar kiməsə uyğun olsa da, olmasa da, bu qaydalara, qoyulan qaydalara hamı əməl eləməlidir. Deməli, bunlar əsasən nizam-intizamı qorumağa üstünlük verirlər. Ətrafda nə olur olsun, nizam-intizamı qorumağa üstünlük verirlər. Məsəl üçün, bayaqki nümunəyə baxaq, əgər bu mərhələdə olan insanlar, şagirdlər iki şagirdin dalaşdığını görürsə, tez uşaqları ayırır. Niyə uşaqları ayırır? Fikirləşmir ki, birdən uşaqlar dalaşar, bir-birinə ziyan yetirərlər, xəsarət yetirərlər. Yox, o fikirləşir ki, mən uşaqları ayırmalıyam, ətrafım, nizam-intizamı qorumalıyam. Nizam-intizamı qorumalıyam və belə fikirləşirlər ki, nizam-intizamı qorumaq hamının borcudur. Yəni, elə bil ki, sanki özünü cəmiyyətin qarşısında bir borclu bilir də. Deyir, yəni, ətrafda qoyulan nizam-intizam qaydalarını hamı qorumalıdır. Yəni, bu mərhələdə olan uşaqlar artıq fikirləşmir də, bu mənim dostumdur və yaxud da ki, bu insandır, insan insana xəsarət yetirməməlidir, insan olduğuna görə mən bu uşaqları ayırmalıyam. Yox, belə fikirləşmir. Deyir, nə olur olsun, hamı cəmiyyətdə qoyulan qaydalara əməl etsin. Onlar üçün qanun əsasdır da, yəni qanun qoyulubsa, onlar üçün bu qanuna hamı əməl eləməlidir. Deməli, üçüncü səviyyə olacaq postkonvensional səviyyədir. Yenə bu səviyyə 2 mərhələdən ibarətdir. Sosial müqavilə və universal etik prinsipi. Ümumiyyətlə, bu mərhələlər bir-birinə çox oxşuyur da. Bax, sosial müqavilə ilə universal etik prinsipi bir-birinə çox oxşuyur. Çox oxşarlıqları çoxdur. Deməli, bu səviyyədə olan şəxslər insan hüquqlarını və ədaləti üstün tuturlar da. Yəni, əsas insan hüquqlarını da üstün tuturlar, ədaləti də üstün tuturlar. Deməli, nə dedik? Dedik ki, postkonvensional səviyyədə olan şagirdlər deməli, həm insan hüquqlarını, həm də ədaləti, qayda qanunu da üstün tuturlar, qayda qanununa da önəm verirlər. Sadəcə ədaləti, bir qayda qanunla ədaləti eyni gözdə, eyni tərəzidə baxırlar da, bərabərləşdirirlər. Yəni, insan hüquqları ilə qoyulan qayda qanunu bərabərləşdirirlər. Deməli, birinci baxırıq sosial müqaviləyə baxırıq. Sosial müqavilə digər adı da sosial razılıqdır. Bax, deyir sosial razılıq. Yəni, bu mərhələdə olan insanlar fikirləşir ki, ətrafda, sosial nə demək? Ətraf deməkdir də. Deyir, yəni qoyulan qaydalar sosial mühitlə, insanlarla razılaşdırılmalıdır. Yəni, elə bir qoyulan qaydalar hamıya uyğun gəlməlidir. Deyir, bu mərhələdə olan şəxslər hadisələrə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlik prinsipi ilə yanaşırlar. Yəni, nə olur olsun, qoyulan qaydalar hamı üçün bərabər olsun, hamı üçün eyni olsun. Məsəl üçün, bax, bu mərhələdə olan deməli, hər hansı bir şagird ətrafda digər şagirdlərin əgər dalaşdığını görürsə, fikirləşir ki, görür də, müşahidə edir ki, ətrafda 2 şagird dalaşır. Onlar deməli fikirləşir ki, bu mərhələdə olan şagird fikirləşir ki, bunlar qaydanı pozduqlarına görə həmin şagirdlər cəzalanacaq.
Yəni qaydanı pozduğuna görə fikirləşir ki, ikisi də cəzalanacaq. Məsəl üçün, əvvəlki mərhələdə olan şagirdlər bu prosesi görəndə müxtəlif cür fikirləşirdilər. Biri fikirləşirdir ki, itaət və cəzada olan fikirləşir ki, qarışmamalıyam, qarışaram birdən mən qaydanı pozmuş olaram, cəzalanaram. İndividualizmlər bu prosesi görür, deyir dostum deyir ki, gedim niyə mən onları ayırım? Mənlik deyil. Əgər dostum olsa, o zaman gedirərəm, ayıraram. Yəni özünün istədiyi adam olsa. Qəbul olma mərhələsində olan insan fikirləşir ki, deməli mən nə üçün gedib qarışmalıyam, birdən gedərəm qarışaram, ətrafdakılar məni necə adlandırar? Ətrafdakılar mənə axmaq adlandırar da, deyərlər ki, bu axmaqdır. Ona görə də görürsüz, hər bir mərhələdə olan şagird müxtəlif fikirləşir. Amma belə deyək də, artıq bu sosial müqavilə mərhələsində olan şagirdlər necə fikirləşir? Onlar deyir ki, əgər 2 şagird dalaşırsa, onların ikisi də cəzalandırılmalıdır. İkisi də mütləq cəzalandırılmalıdır. Çünki onlar ikisi də qaydanı pozurlar. Sonra məsəl üçün fikirləşirlər ki, bax bu mərhələdə olan insanlar 2 şagirdin dalaşdığını görəndə belə fikirləşir ki, belə deyək də, bax döyülən şagird deyir buna layiqdir. Deyir, döyülən şagird, şiddətə məruz qalan şagird deyir, buna layiqdir. Çünki bir müddət əvvəl o digər sinif yoldaşını özü döyürdü. Elə bir ki, fikirləşirdi. Bəzən deyirlər, nə atarsan arşına, o da çıxar qarşığına. Bax, bu mərhələdə olan deməli, insanlar belə fikirləşir. Deyir, sən bunu eləmisən, bugün də bu sənin qarşına çıxır. Deməli, bir müddət əvvəl sən digər yoldaşına şiddət göstərirdin, indi də sənə şiddət göstərirlər. Deməli, bu mərhələdə olan şagirdlər, yəni sosial müqavilə mərhələsində olan insanlar, şagirdlər, deməli, nəyə əsasən fikir yürüdürlər? Sosial ədalətlik prinsipinə əsasən fikir yürüdürlər. Yəni, onlar fikirləşir ki, cəmiyyətdə qoyulan qaydalar hər bir insan üçün uyğun olmalıdır. Qaydalar insanlar tərəfindən razılaşdırılmalıdır. Yəni, elə qaydalar var ki, bəzi insanlara sərf eləyir, elə qaydalar var ki, bəzi insanlara sərf eləmir. Amma deyir, qoyulan qaydalar hamı üçün uyğun olmalıdır. Deməli, postkonvensial səviyyənin sonuncu mərhələsi olacaq universal etik prinsipi. Universal etik prinsipi nə deməkdir? Artıq bu mərhələ mənəvi inkişafın ən üstün səviyyəsidir. Yəni, bu mərhələdə olan insanlar mühakimə yürüdərkən universal və mücərrəd mülahizələrinə əsaslanaraq fikir bildirirlər. Artıq burada, belə deyək də, daha dərin fikir bildirirlər. Bu mərhələdə olan insanlar ətrafdakılara kimliyindən asılı olmayaraq hər bir şəxsə hörmətlə yanaşır. Hər bir şəxsin yaşamaq hüququ olduğunu fikirləşir. Hər bir, belə deyək, canlılarla cansızlar arasında fərq qoymur. Yəni, bu mərhələdə olan insanlar hər hansı bir qərar verəndə belə mənəviyyatına əsasən qərar verir. Yəni, bunlar qanundan çox, bu mərhələdə olan insanlar, belə deyək də, bəzən qanunları pozurlar. Öz mənəvi inkişaflarına əsasən, öz mənəviyyatına əsasən bəzən qanunlara qarşı da çıxırlar. Deyir, məsəl üçün, elə qanun var ki, belə deyək də, hər hansı bir insana ziddir. Bu mərhələdə olan insan fikirləşir ki, bu qanun olsa da belə, düzdür deyir, fikirləşir ki, qanunu pozmaq olmaz. Amma qanundan da önəmli insanın həyatıdır. İnsanın həyatını daha üstün götürürlər. Düzdür, qanunları əməl olunub fikirləşirlər ki, bəli, qanunlara əməl etmək lazımdır, ancaq bununla bağlı insanların həyatı qanundan daha üstündür. Yəni, bu mərhələdə olan insanlar insanların həyatını daha üstündür. İnsanların və yaxud ki, müxtəlif canlıların həyatını daha üstün görür. Məsəl üçün, bax, bu mərhələdə olan məktəb direktoru iki şagirdin dalaşdığını görürsə, normalda o şagirdləri danlamır. Şagirdlərlə söhbət aparır. Məsəl üçün, şagirdlərlə söhbət aparır, məktəb qaydalarını xatırladır, qanunları xatırladır, onların nəzərinə çatdırır ki, siz bir-birinizdən dalaşmamalısınız, bir-birinizə empatiya hissi göstərməlisiniz, dost olmalısınız, qardaş olmalısınız. Bax, bu kimi dalaşan uşaqlarla söhbət aparır. Bu da əslində bu cür söhbət aparmaq, insanlara insan olduğu üçün dəyər vermək, əlbəttə ki, insanın mənəviyyatı ilə bağlıdır da. Deməli, dedik ki, bu mərhələdə olan insanlar bəzi addımları qaydalara zidd hesab etsələr də belə, yenə nə edirlər? Bunu ədalətli hesab edirlər.
Deməli, bu mərhələdə olan insanlar mənəvi dəyərlərinə əsasən deməli fikir bildirirlər. Yəni bu mərhələdə olan şagirdlərdən hər hansı bir fikir soruşduqda da belə o deyir vicdanının səsi. Onlar mənəviyyatına əsasən, vicdanına əsasən fikir bildirirlər və həmçinin də insanlar arasında fərq qoymurlar. Kim olur olsun. Onlar üçün dostumdur, qohumumdur, qardaşımdır. Onlar üçün fərqi yoxdur. Onlar üçün, yəni bu mərhələdə olan insanlar üçün hamı insandır. Hamıya eyni gözdən baxırlar. Və mənəvi deməli inkişaf nəzəriyyəsi haqqında danışdıq. İndi müəllimlər, bax biz mənəvi inkişaf nəzəriyyəsi haqqında danışdıq. Bu nəzəriyyə təhsildə, təlimdə bizim nəyimizə lazımdır? Biz nə üçün bu nəzəriyyə haqqında bilməliyik? Çünki müəllim də, hər bir müəllim də şagirdlərində mənəviyyatı, mənəviyyat hissini, mənəvi dəyərləri formalaşdırmalıdır. Mənəvi dəyərləri formalaşdırmalıdır. Əlbəttə ki, mənəvi dəyərləri formalaşdırmaq üçün bizim özümüzün mənəvi dəyərlər haqqında, mənəvi dəyərlərin bax səviyyələri haqqında, mərhələləri haqqında məlumatımız olmalıdır. Yəni biz bilməliyik ki, şagirdlərdə mənəvi dəyərləri necə formalaşdıra bilərik. Deməli, nə dedik? Dedik ki, müəllim şagirdlərin mənəvi dəyərlərini də, şagirdlərdə mənəvi dəyərlər də formalaşdırmalıdır. Və həmçinin də bax bir müəllim şagirdlərində, yəni mənəvi dəyərlərin hansı səviyyədə olduğunu da müəyyənləşdirməlidir. Məsəl üçün, müəllim şagirdlərdə mənəvi dəyərlərin ümumiyyətlə var olduğunu və yaxud da ki, olmadığını, əgər şagirddə mənəvi dəyər varsa, hansı səviyyədədir? Bunu deməli müxtəlif yollarla müəyyənləşdirə bilər. Əgər müəllim şagirdin mənəviyyətini, mənəvi inkişafının hansı səviyyədə olduğunu müəyyənləşdirmək istəyirsə, müxtəlif dilemmalardan istifadə edə bilər. Yəni biz bir müəllim olaraq şagirdlərdə mənəviyyatın, mənəvi inkişafın hansı səviyyədə olduğunu öyrənmək istəyiriksə, müxtəlif dilemmalardan istifadə edə bilərik. Yaxşı, bəs dilemma nədir? İlk olaraq onu xatırlayaq. Dilemma nədir? Deməli, hər hansı bir situasiyada iki və yaxud da ki, daha çox seçim arasında qalmaq deməkdir. Bax, əvvəlki dediyi şagird hər bir mərhələdə mən bir nümunə çəkdim də. Dedim, şagird görür ki, dostu dalaşır. Görür ki, dostu, məsəl üçün belə deyək də, şagird görür ki, dostu ilə qardaşı dalaşır. Artıq bax, şagird burada iki seçim arasında qalır. Biri dostudur, biri qardaşıdır. İndi burada nə etməlidir? Hansına kömək etməlidir? Hansının tərəfində olmalıdır? Artıq şagird burada iki seçim arasında qalır. Məsəl üçün, biz şagirdlərə belə bir dilemma təqdim eləyə bilərik də. Deyə bilərik ki, məsəl üçün, görürsən ki, məktəbin həyətində və yaxud da ki, küçədə görürsən ki, qardaşınla yoldaşın dalaşır. Sən hansının yanında olarsan? Əgər belə bir situasiya təqdim ediriksə, artıq bu bir dilemmadır. Və şagirdi biz burada iki seçim arasında qoyuruq. Şagird iki seçim arasında qalır. Əlbəttə ki, burada biz şagirdlərə belə bir situasiya təqdim eləsək, burada şagirdlərin fikirləri, baxışları, deməli, yanaşmaları fərqli olacaq. Hərə öz mənəvi dəyərinə əsasən fikir bildirəcək. Deməli, bax, dilemmanın da nə olduğunu dedim. Deməli, dilemma nə oldu? Hər hansı bir situasiyada qalanda iki və daha çox, yəni hər hansı bir situasiyada iki və daha çox seçim arasında qalmaq deməkdir. Deməli, bax, şagirdlər dilemmalara necə cavab verəcəklər? Əgər müxtəlif dilemmalar üzərində müzakirə aparırıqsa, bu zaman hər bir şagird öz mənəvi inkişafına əsasən sualları cavablandıracaq, yəni fikir bildirəcək. Burada deməli, müəllimlər, Haynes dilemması var. Biz Haynes dilemmasına baxağın. Kolberg şagirdlərdə mənəvi inkişafın səviyyəsini müəyyənləşdirmək üçün Haynes dilemmasından istifadə edib. Yəni şagirdlərə belə bir də Haynes dilemması adı altında bir situasiya təqdim edibdir. İndi baxırıq Haynes dilemmasına. Deməli, Haynesin yoldaşı çox ağır xəstədir, ölüm ayağındadır. Ancaq Haynesin yoldaşını xilas edəcək qədər pulu yoxdur və ona yazılan dərmanlar çox bahadır. Yəni yoldaşını qurtarmaq üçün alacağı dərmana gücü çatmır, dərman çox bahadır, ala bilmir. Yəni Haynes yoldaşının belə deyək də xəstəlikdən, ölümdən qurtarmaq üçün alacağı dərmana pulu çatmır və Haynes aptekaya yaxınlaşır, satıcıdan xahiş edir. Deyir, pulum azdır, gəl bu dərmanı mənə yarı qiymətinə ver. Ancaq satıcı Haynesin fikri ilə razılaşmır və Haynes sonda nə edir? Haynes sonda dərmanı oğurluyor. Və Kolbergdə deməli müşahidə aparan zaman dedik ki, şagirdlərə belə bir situasiya təqdim edir də, Haynes deməli dilemması təqdim edir. Hal-hazırda mənim
təqdim elədiyim situasiya deməli dilemmadır. Kolberq deməli şagirdlərin üzərində yəni şagirdlərin mənəvi inkişafının səviyyəsini müəyyənləşdirmək üçün deməli şagirdlərə Haynes dilemmasını deməli səsləndirir və bu dilemmanı səsləndirdikdən sonra yəni dilemma ətrafında şagirdlərə müxtəlif suallar verir və şagirdlərdən gələn cavablara əsasən şagirdlərin mənəvi inkişafının hansı səviyyədə olduğunu müəyyənləşdirir. Burada da müəllimlər cədvəl var. Bu cədvəldə bax bu sualları bilmək hər birimiz üçün önəmlidir də. Yəni elə biz demək olar ki, bu suallar ətrafında daha yaxşı biz bu mənəvi inkişaf nəzəriyyəsini öyrənmiş olasıyıq. Deməli bax birinci sualı səsləndirim. Deməli Kolberq şagirdlərə belə bir sual, yəni dilemmaya əsaslanaraq belə bir sual ünvanlayır. Deyir, sizcə Haynes dərmanı oğurlamalı idimi? Artıq bax bu suala şagirdlər müxtəlif cür cavab verəcək. Yəni belə deyək də, şagird hansı mərhələdədirsə, həmin mərhələyə uyğun olaraq sualı cavablandıracaq. Məsəl üçün, birinci mərhələ olacaq itaət və cəza. Bu mərhələdə olan şagird sualı necə cavablandıracaq? Deyəcək ki, Haynes qanunu pozduğuna görə cəzalanacaq. O bunu etməməli idi. Yəni görürsüz burada belə deyək də, ölən insan, xəstə insan bunlar üçün maraqlı deyil. Bunlara nə maraqlıdır? Deyir, Haynes cəzalanacaq. Bunlar cəzadan qorxurlar. Deməli, Haynes qoyulan qaydanı, qanunu deyir, pozdu, ona görə cəzalanacaq. Çünki bu mərhələdə olan şagirdlər qoyulan qaydaları, qanunları şərtsiz qəbul edirdilər. Yaxşı, individualizm mərhələsində olan şagird bu sualı necə cavablandıracaq? Deyəcək, bəli, o oğurluq eləməli idi. Çünki Haynes yoldaşını çox sevir. Görürsüz, yoldaşını çox sevir. Bu deməli yoldaşını sevməsəydi, əgər yoldaşını sevmirsə, oğurluq etməməlidir. Yox, yoldaşını sevirsə, bu oğurluğu eləmək olar. Yəni özünü fikirləşir də. Bu mərhələdə olan şagirdlər özünü fikirləşir. Dostumdursa, sevirəmsə, mənimdirsə, mən bu hərəkəti eləyə bilərəm. Yox, dostum deyil, sevmirəm, eləmək olmaz bu hərəkəti. Yaxşı, bu qəbul olunma mərhələsində olan şagirdlər bu sualı necə cavablandıracaq? Bunlar ətrafdakılara özünü yaxşı göstərməyə çalışır da, fikirləşir ki, nə olur olsun, amandır, ətrafdakıların gözündə mən pis görünmüyüm, hamı məni yaxşı görsün. Necə cavablandıracaqlar bu sualı? Deyir, əlbəttə, yəni deyir, oğurluq etməli idimi? Deyir, əlbəttə o oğurluq etməli idi. Çünki deyir, o yoldaşını xilas etmək üçün deyir, oğurluq etsə, hamı onu qəhrəman adlandıracaq. Deməli, bunların işi ancaq hamıdandır, ətrafdandır. Bu oğurluq eləsə, yoldaşını qurtarsa, deyir, hamı deməli Haynezi qəhrəman adlandıracaq. Yəni burada insanın həyatı önəmli deyil. Gördüyümüz kimi hələ bu mərhələyə kimi cavab verən uşaqların deməli cavabları insana köklənmir də. İnsanın həyatı bunlar üçün önəmli deyil. Səlahiyyət və deməli sosial nizamı qorumaya baxırıq. Deyir, xeyr, o kömək üçün səlahiyyətli şəxslərə müraciət etməli idi. Yəni bu mərhələdə olan insanlar üçün dedik axı qanun əsasdır. Onlar qayda, qanunu, nizam, intizamı insanın həyatından üstün götürürlər. Deyir, yox, oğurluq eləməli deyil. O nə etməlidir? Səlahiyyətli şəxslərə müraciət edə bilərdi. Yəni kimlənsə oğurluq etmək əvəzinə deyir, getsin kimlənsə kömək istəsin. Sosial müqavilə mərhələsinə baxırıq. Deyir, bəli, qadının da yaşamaq haqqı var. Bəli, bax bu mərhələdə olan insan fikirləşir ki, yəni qadının da yaşamaq haqqı var. Yəni Haynezin oğurluq etməsinə normal baxır. Haynezin oğurluq etməsinə normal baxır. Dedik axı, sosial müqavilə mərhələsində olan insanlar üçün onlar, yəni insanın həyatı üçün bəzi qaydaları poza bilərlər. İnsanın həyatını üstün götürürlər də, ona görə bəzən qaydaları, qanunları pozmağı, yəni poza bilərlər. Universal etik prinsipinə baxırıq. Deməli, nə deyir? Deyir, Haynezin nə üçün belə etdiyini başa düşmək olar. İnsanın həyatını xilas etmək, oğurluq etməkdən daha önəmlidir. Müəllimlər, bu mərhələlər bir-birinə çox oxşuyur. Və desəz ki, testdə biz bunları bir-birindən necə fərqləndirə bilərik? Sosial müqavilə mərhələsində olan şagird fikir bildirərkən biraz qısa fikir bildirir. Sadəcə konkret bildirir də, deyir, bəli, insanın yaşamaq haqqı var, hüququ var. Haynezin oğurluq etməsi doğrudur. Amma universal etik prinsipində olan şagird fikir bildirərkən biraz geniş, ətraflı fikir bildirir. Mənəvi dəyərlərinə, mənəvi hissiyatına əsasən fikir bildirir. Burada deməli qurulan fikirlər, cümlələr biraz geniş olur.
Deyir, nə deyir? Deyir, Haynezin nə üçün belə etdiyini başa düşmək olar, insanın həyatını xilas etmək üçün oğurluq etmək olar. Əslində bax, ikisi də eyni sözü deyir də. Burada deyir ki, insanın da yaşamaq haqqı var. Yəni Haynezin oğurluq etməsi normaldır. Hə, burada da amma nə deyir? Eyni sözü deyir. Deyir, bəli, insanın həyatını xilas etmək oğurluq etməkdən daha önəmlidir. Sadəcə buradakı fikirlər arasında biraz belə deyək də, fikirlərin genişliyində fərq var. Belə, indi digər ikinci bir suala baxırıq. Bir ölən adam Haynezin yoldaşı yox, tamamilə başqa bir adam olsaydı, o dərmanı oğurlamalı idimi? Hə, itaət və cəza mərhələsində olan şagird necə cavablandıracaq? Deyir, xeyr, o buna görə cəza alacaq. Bunun işi ancaq cəzadandır. Bax, burada da belə cəzalandırdı, burada da belə cavablandırdı. Deyir, yox, cəza alacaq. Hə, amma individualizm mərhələsində olan şagird özünü fikirləşir. Öz təcrübəsinə, özünə əsasən özünə nə sərf eləyir, ona əsasən fikir bildirir. Hə, deyir, xeyr. Çünki o adam Haynezin yaxını deyil. Deməli, yaxını deyil də, yaxını deyil, yoldaşı yox, başqasıdırsa, Haynez bunu etməməlidir. Deyir, niyə başqasına görə, özgəsinə görə Haynez bunu etsin ki? Qohumu deyil, istədiyi deyil, sevdiyi deyil. Niyə getsin başqasına görə Haynez belə eləsin? Etməməli idi, deyir. Hə, qəbul olunma mərhələsinə baxırıq. Nə deyir? Deyir, xeyr, hamını oğru hesab edəcək. Hamı, bunun işi ancaq hamıdandır. Qəbul olunmağa çalışır ətrafdakılara. Hə, səlahiyyət və sosial nizamı qoruma mərhələsində olan şagird isə nə deyəcək? Deyir, istənilən halda qanunlara hörmət etmək lazımdır. Bunların da işi qanundandır. Nə olur olsun. İnsan həyatı önəmli deyil də. İnsan həyatı önəmli deyil. Bunlar üçün qanun önəmlidir. Deyir, nə olur olsun, qanunlara hörmət etməlidir. İstəyir yoldaşı olsun, istəyir başqası olsun, istəyir sevdiyi olsun, kim olur olsun. Qanundur bunlar üçün önəmli. Sosial müqavilə mərhələsində olan şagird bunu necə cavablandıracaq? Deyir, qoyulan qanunların ədalətliyi hər kəs üçün təmin edilməlidir. Yəni deyir, qoyulan qanun hamı üçün ədalətli olmalıdır. Yəni qoyulan qanun birinə uyğun gəlir, digərinə uyğun gəlmir. Deyir, yox, elə qanun qoyulmalıdır ki, hamıya uyğun gəlməlidir. Və deyir, qoyulan qanunun ədalətliyi hər kəs təmin etməlidir. Qayda qoyanda, qanun qoyanda kimliyindən asılı olmayaraq hamını da deməli, fikirləşmək lazım idi. Universal etik prinsipində olan şagird bu sualı necə cavablandıracaq? Deyir, insanlar yalnız öz yaxınlarına görə deyil, hamıya qarşı rəhimli olmalıdır. Artıq burada bax, eyni fikirlərdə, baxsaz eyni fikirlərdir. Deyir, insanlar hamıya qarşı rəhimli olmalıdır. İstəyir öz yaxını olsun, istəyir dostu olsun, istəyir düşməni olsun, yəni istəyir heyvan olsun, canlı olsun, fərqi yoxdur. Hamıya görə, deyir, nə deyir? Ədalətli yanaşılmalıdır, həmməyə qarşı rəhimli olmalıdır. Deməli, digər suala baxaq. Deməli, Haynezin digər bir sualı şagirdlərə necə olacaq? Ölən adam Haynezin yoldaşı yox, iti olsaydı bunu etməli idimi? Yəni deyir, bu doğru addımdırmı? Yəni itinə görə oğurluq etməsi doğru olardımı? İtaət və cəzada olan şagirdlər, itaət və cəza mərhələsində olan şagirdlər sualı necə cavablandıracaq? Deyəcək, yox, o qanunu pozacaq, buna görə cəza alacaq. Bax, görürsünüz, hamısında deyir, cəza alacaq, birdən qanunu pozar, cəza alar. Bunlar cəzadan qorxurlar da. İndividualizm mərhələsi necə cavablandıracaq? Əgər o itini çox sevirsə, başqasının iti olsa, it üçün oğurluq eləmək olmaz. Elə fikirləşir. Amma itini sevirsə, yəni özü üçün, görürsünüz, özünə nə rahatdırsa, özünə nə xoşdursa, onu o istiqamətdə fikir bildirir. Deyir, yox, itini çox sevirsə, bəli, o oğurluq eləyə bilər. Qəbul olunma mərhələsi. Artıq bunlar necə cavab verəcək? Deyir, bu cəmiyyət tərəfindən yaxşı qarşılanmayacaq. Bunlar artıq cəmiyyəti fikirləşirlər də. Deyir, bu cəmiyyət tərəfindən yaxşı qarşılanmayacaq. Ona görə də deyir, bunu eləmək olmaz. Hamı deyir, bir oğru hesab eləyər də. Səlahiyyət və sosial nizamı qorumağa baxırıq. Deməli, nə deyir? Deyir, xeyr. Heyvanların deməli, müdafiə cəmiyyətinə müraciət edə bilərdi. Deyir, nə olur olsun, oğurluq eləməsin də. Yəni, kömək istəsin. Heyvanları müdafiə cəmiyyətindən kömək istəsin. Qanunu pozmasın. Sosial müqavilə mərhələsində olan şagirdlər necə cavablandıracaq? İt də canlıdır, onun da yaşamaq haqqı var. Deyir, görürsünüz, artıq bax, bunlar canlı, cansızlar arasında fərq qoymur da. Deyir, it də canlıdır. Niyə onu yaşamasın ki? Yəni, iti üçün belə deyək də, Haynezin oğurluğu eləməyinə normal baxırlar. Universal etik prinsipinə baxırıq. Deyir, məncə bizim mənəvi dəyərlərimizi, deməli, mərhəmət hissimiz müəyyən edir.
Hə, bax deyir ki, yəni bizim deyir mənəvi dəyərlərimizi mərhəmət hissimiz müəyyən edir. Haynezdə belə etməsi onun mənəvi dəyərlərindən irəli gəlir. Deyir, yəni Haynezin belə etməsi onun mənəvi dəyərlərindən irəli gəlir. Yəni deyir, gör Haynezin nə qədər mənəvi dəyərləri inkişaf eləyib ki, formalaşıb ki, gör nə qədər onda mənəvi hissiyat var ki, o bir iti üçündə, bir canlı üçündə gedir bu oğurluğu deməli eləyir. Hə, indi digər suala baxağın. Nə deyir indi burada? Deyir ki, Haynezin deməli dərmanı oğurlamağı qanuna ziddir. Bu onun hərəkətlərini mənəvi cəhətdən yanlış edirmi? Hə, müəllim bax belə bir sual verir ki, Haynezin dərmanı oğurlamağı qanuna ziddir. Bu o deməli onun hərəkətlərini mənəvi cəhətdən yanlış hesab edirmi? Artıq yenə birinci mərhələdə itaət və cəza mərhələsində olanları necə cavablandıracaq? Bəli, deyir, çünki qanunları pozmaq olmaz. Nə olur olsun qanunu pozmasın, amma nə üçün qanunu pozmasın? Qorxduğu üçün. Burada qorxduğu cəza almaq üçün. Məsəl üçün digər mərhələdə də var da, bax hansı mərhələ idi? Səlahiyyət və sosial nizamı qoruma mərhələsində də demişdik ki, onlar qanuna üstünlük verirlər. Onlar nizam intizamı qorumaq üçün qanuna üstünlük verirlər. Amma itaət və cəzada şagirdlər nə üçün qanunu əsas götürür? Qorxduqları üçün. Qanundan birdən cəza alırlar. Cəza ala bilərlər, o baxımdan qanunu üstün götürürlər. Yaxşı, individualizm mərhələsində olan şagirdlər necə cavablandıracaq? Deyir, xeyr, çünki sevdiyi yoldaşını xilas etməlidir. Hə, deyir, yəni bu mənəvi belə deyək də oğurluq etməsi deyir. Yəni onun mənəviyyatına zidd deyil. Çünki o sevdiyi yoldaşını xilas edib də. Görürsən, sevdiyi, ancaq sevdiyi özünə nə sərf eləyir o? Hə, sonra deməli, qəbul olunma mərhələsində necə cavab verəcək? Deyir, xeyr, insanlar onu buna görə qınamayacaqlar. Axı o buna məcbur oldu. Buna görə insanları fikirləşir də. Deyir, yox, insanlar onu qınamayacaq. Çünki onun başqa seçimi olmadı yoldaşını xilas etmək üçün və o da oğurluq etdi. Deməli, sonra hansı mərhələ olacaq? Hə, səlahiyyət və sosial nizamı qoruma mərhələsi. Hə, bu mərhələdə olan şagirdlər sualı necə cavablandıracaq? Deyir, bəli, çünki qanunlar bizim mənəvi dəyərlərimizi müəyyən edir. Onları pozmaq olmaz. Elə bil ki, bunlar bax nə edir? Deyir ki, qanunlar bizim mənəvi dəyərlərimizi müəyyən edir. Yəni bu mərhələdə olan uşaqlar fikirləşir ki, yəni demək istəyir ki, əgər biz qanunlara əməl ediriksə, bu bizim mənəvi dəyərlərimizdən irəli gəlir. Yəni görürsüz, bunlar üçün artıq insan həyatı önəmli deyil də, qanunlar önəmlidir. Deyir, əgər biz qanunlara əməl ediriksə, bu bizim mənəviyyatımızla, daxili aləmimizlə bağlıdır. Digər bir mərhələ olacaq sosial müqavilə. Hə, bu mərhələdə olan şagirdlərlə necə cavablandıracaq? Deyir, bəli, o bunu bir insanın həyatını xilas etmək üçün etdi. Deyir, yəni oğurluq etməsi normaldır da, çünki insanın həyatını xilas etmək üçün elədi. Deməli, universal etik prinsipində olan şagird sualını necə cavablandıracaq? Deməli, məncə qanuna zidd deyil, o insan həyatını xilas etmək üçün çox çətin yola addım atıb. Hə, görürsünüz, burada artıq bu mərhələdə universal etik mərhələsində olan şagirdlər bəzən qanunları pozurlar. Amma öz xeyirlərinə olduğu üçün yox ha, ümumi insanları fikirləşərək bəzən qanunları poza da bilirlər. Deyir, insan həyatını xilas etmək üçün o əslində çox çətin bir yola addım atdı. Artıq deməli, bax, sonuncu suala keçirəm. Sonuncu suala baxağın. Deməli, Haynezin yerinə olsaydınız nə edərdin? Hə, Haynezin yerinə olsaydınız nə edərdiniz? Deməli, itaət və cəza mərhələsində olan şagird necə cavablandıracaq? Deyir, oğurluq etməzdim və yoldaşımın yanında olardım. Yəni, oğurluq etməzdim də, fikirləşir ki, oğurluq etsəm cəza ala bilərəm, amma yoldaşımın da yanında olardım. İkinci mərhələ, yəni hansı mərhələ idi? İndividualizm mərhələsində olan şagird sualı necə cavablandırılacaq? Oğurluq edərdim, çünki sevdiyim insanı itirmək istəməzdim. Sevdiyim. Yenə görürsünüz, hamısında özünü fikirləşir. Əgər sevdiyi insansa eləmək olar, bir başqası sevmədiyi insansa eləmək olmaz. Qəbul olunma mərhələsində olan şagird necə cavablandıracaq? Əgər insanlar məni pis insan kimi tanıyacaqlarsa, görəcəklərsə, mən bunu etmərəm. İnsanları fikirləşir də. Yəni burada insanı kiminsə xəstə insanın həyatı onun üçün önəmli deyil. Ətraf mühit önəmlidir. Deyir, əgər insanların yanında pis insan kimi görünəcəmsə, mən bunu etməzdim. Digər bir mərhələ olacaq nə? Deməli, səlahiyyət və sosial nizamın qorunması. Bu mərhələdə olan insanlar necə cavablandıracaq? Deyir, cəmiyyətdə qanunların qorunması daha vacibdir.
daha vacibdir. Qanunların qorunmasını daha vacib hesab edirlər. Və deyir, yoldaşımı nə qədər çox sevsəydim də, yenə belə etməzdim. Yəni yoldaşımı sevsən də, kim olur olsun deyir, kimliyindən asılı olaraq mən heç bir insanın həyatını xilas etmək üçün qanunları pozmaram. Və sosial müqavilə mərhələsində baxaq. Sosial müqavilə mərhələsində olan şagird deməli sualı necə cavablandırır? Yoldaşımı xilas etmək üçün əlimdən gələni edərdim. Yoldaşımı xilas eləmək üçün əlimdən gələni edərdim. Və nə deyir? Universal etik prinsipinə baxırıq. Deyir, daxili ədalət hissimə qulaq asardım. Yəni deyir, mən daxili hissimə, görək mənim ürəyimdən nə keçir? Daxili ədalət hissimə deyir, qulaq asardım da, yəni mənəviyyatıma deyir, qulaq asardım və ona uyğun olaraq hərəkət edərdim. Belə müəllimlər, indi baxırıq müəllimlər, burada Co dilemması da var. Bu Co dileması, belə deyim də, əslində testlərdə düşür də. Yəni bu dilemanın adı testlərdə çəkilir. Ona görə istəyirəm ki, Co dileması haqqında da qısa bir məlumat verim. Biz bu suallardan nə başa düşdük? Kolberg bizə nəyi çatdırırdı? Bu situasiya vasitəsilə, bu dilemalar vasitəsilə Kolberg bizə nəyi çatdırır deyir. Yəni müəllim də şagirdlərin mənəvi inkişafının hansı səviyyədə olmasını müəyyənləşdirmək istəyirsə, bax bu cür dilemalardan istifadə edə bilər və bu dilemanı əks etdirən müxtəlif tipli sualları şagirdlərə ünvanlaya bilər. Yəni bu bizə bir nümunədir də. Bu bir Haynes nümunəsidir. Yəni əslində müəllim özü müxtəlif situasiyalar üzərində dilemalar təqdim edə bilər şagirdlərə və şagirdlərin cavablarına əsasən biz şagirdlərin hansı səviyyədə, yəni şagirdlərin mənəvi inkişafının, mənəviyyatının hansı səviyyədə olduğunu müəyyənləşdirə bilərik. Deməli, Co dileması necədir? Deyir ki, şagirdlərə belə bir situasiya təqdim edir ki, Jo'nun deyir 14 yaşı var. O yay düşərgəsinə getmək üçün atasından gündəlik deməli cib pulu alır və deyir o cib pullarına qənaət edir və yay düşərgəsinə getmək üçün özünə müəyyən qədər pul yığır. Deməli Co nə edir? Co deməli gündəlik pullarından, xərclik pullarından da cib pullarına qənaət edir və özü üçün müəyyən bir qədər pul yığır ki, yayda mən də dostlarımla yay düşərgəsinə gedərəm. Ancaq Jo'nun atası bir gün gəlir Jo'ndan deməli pul istəyir. Deyir ki, yəni Jo'nun yığdığı pul istəyir Jo'ndan. Deyir ki, mən də dostlarımla balıq ovuna getmək istəyirəm, ancaq pulum olmadığı üçün gedə bilmirəm. Yəni atası Jo'ndan pul istəyir. İndi John bir qədər fikrə gedir. O fikirləşir ki, axı mən bu pulu özüm üçün yığmışam da, özüm getmək istəyirdim yayda düşərgəyə. Yəni Co belə deyir də, pulları atasına vermək istəmir və bunun haqqında düşünməyə başlayır. Kolberg də bu deməli John dilemasından sonra şagirdlərə müxtəlif tipli suallar verir. Və bu suallara əsasən şagirdlərin mənəvi inkişafının hansı səviyyədə olduğunu müəyyənləşdirir. Suallar necə olacaq? Co pullarını atasına verməlidirmi və yaxud ki, verməməlidirmi? Nə üçün? Atasının oğlundan pulları istəməyə haqqı var idimi? Bax, bir şagird deyəcək ki, bəli, atası oğlundan pul istəyə bilər, haqqı var. Çünki onun atasıdır. Axı cib pulunu, gündəlik cib pulu Jo'na atası vermişdi. Digər bir şagird nə deyəcək? Deyəcək, yox, Jo'nun da atası kimi istirahət düşərgəsinə getməyə haqqı var, hüququ var, istirahət eləməyə hüququ var. Niyə Co yığdığı pulu atasına versin? Bax, görürsünüz, burada artıq verilən suallara verilən cavablar eyni olmayacaq da. Bu da oldu Co dileması. Yəni, əlbəttə ki, bu bir nümunədir də. Yəni, müəllim də bu cür şagirdlərin mənəvi inkişafının hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün müxtəlif dilemalardan istifadə edə bilər. Müəllim ilk öncə şagirdlərin mənəvi inkişafının hansı səviyyədə olduğunu müəyyənləşdirməlidir. Və necə müəyyənləşdirə bilər? Müxtəlif dilemalar üzərindən, yəni müxtəlif dilemalar təqdim edə bilər şagirdlərə və bu dilemalara əsasən müxtəlif suallar ünvanlaya bilər. Bu oldu şagirdlərin mənəvi inkişafını müəyyənləşdirmək. Bəs yaxşı, şagirdlərdə mənəvi inkişafı necə formalaşdıra bilərik? Baxın, artıq necə formalaşdırmaqdan söhbət gedir. Əlbəttə ki, müxtəlif iş üsulları var. Bax, müasir tipli iş üsulları var da, müasir metodlar var ki, həmin iş üsullarından istifadə etməklə biz şagirdlərdə mənəvi inkişafı formalaşdıra bilərik. Bax, bu iş üsulları hansılardır? Məsəl üçün, simulyasiyalar, rollu oyunlar, müzakirə xəritəsi, institut üzərində iş, debat, Sokrat dialoqu,
akvarium kimi iş üsullarından istifadə edə bilərik. Bax müəllimlər, gördünüz sadaladığım iş üsulları hamısı müzakirə tələb edən iş üsullarıdır. Müzakirə tələb edir. Bax deyirəm ki, müzakirə xəritəsi. Bax bura baxağın. Müzakirə xəritəsi. Müzakirə xəritəsi adı üstündədir da. Burada şagirdlər nə isə müzakirə edirlər. Müzakirə etmək də tənqidi təfəkkürümüzə əsaslanır. Müzakirə zamanı cavablandırdığımız cavablar elə insanın mənəviyyatına əsaslanır. Sonra hansı iş üsulunun adını dedik? İnsident üzərində iş üsulundan dedik istifadə edə bilərik. İnsident üzərində iş nə deməkdir? Yəni burada bu iş üsulunun tətbiqi zamanı müəllim şagirdlərə real həyatı əks etdirən problemlər, yəni real həyatı əks etdirən bir situasiya şagirdlərə təqdim edir, real həyatı problem təqdim edir və şagirdlər bu problemi həll etmək üçün müxtəlif təklif yolu irəli qoyurlar, müxtəlif fikirlər, təkliflər ortaya qoyurlar. Əlbəttə ki, bax problem həll etməkdə bizim həm tənqidi təfəkkürümüzə əsaslanır, həm də yaradıcı təfəkkürümüzə əsaslanır. Sonra debat iş üsulundan istifadə edə bilər. Bax debatda da müzakirə var. Burada. Debat iş üsulunun tətbiqi necə idi? Müəllim bir situasiya təqdim edir şagirdlərə və şagirdlər iki qrupa bölünür. Bir qrup verilən fikri inkar eləyir, bir qrup verilən fikri təsdiq edir və inkar edən də, təsdiq edən qrup da ancaq öz fikrini əsaslandırmalıdır. Bax gördünüz, burada da əsaslandırma var, tənqidi təfəkkürə əsaslanır, Sokrat dialoqu, müzakirə var burada da. Sokrat dialoqunu da bilirik də. Demişdik, necə yadımızda saxlayırıq? Sualdan sual çıxardırsan. Yəni şagirdlərə müəllim sual verir və şagirdlərdən aldığımız cavaba əsasən həmin cavabdan yeni bir sual çıxardaraq şagirdlərə ünvanlayırıq. Sonra akvarium iş üsulu da necə idi? Daxili dairə, xarici dairəni gözümüzün qarşısına gətirəyin. Deməli, bax bu iş üsullarının hər birində problem həll etmə və yaxud da ki, müzakirə var.